OTK sınavının ingilis dilindən izahını verim sizə. 56-cı suala baxaq. 56-cı sualda biz 4-də 20 minute yox, minutes olmalı idi. Baxın, bu yanlışdır. 4-ü tez çıxaq. Daha sonra 2-də every-də silent isim verməli idi. Woman yox, woman olmalı idi. 2 də buna görə yanlışdır. Cavabınız D variantı. 57-ci sualda isə uşaqlar, əgər zera ifadələri varsa, mən cümlədə birinci onu qoymalıyam, 5 gəlməlidir. 5-dən sonra isə nə vardır? Çoxlu trafik 2-ni verməliyik. Daha sonra zidd olan cümləni gətirməliyəm. But 3, we verir, we-nin ardıcı xəbər gəlməlidir 1. 5, 2, 3, 1, B variantı. 58-ci sualda cümləmiz təsdiqdədir. B variantını çıxaq, Y variantını çıxaq. Have var burada. Have-dən sonra feil gəlib. Niyə did olmalıdır? My cousins cəmdədir. Has yox, have olmalıydı. A variantı. 59-cu sualda can be changed. Çevirə bilərsən. Olanları götürək uşaqlar. The manager 1, will review 2, the report 3. Götürmək olar 2-ni götürürük. Daha sonra isə a conference, konfransı götürərik. 2, 3 olar. Amma baxın, late olmaz. 1-də isə 8 hours gəlməz. Zaman bildirən sözlər gəlməz. Daha sonra 60-cı suala baxaq. Uşaqlar, bu agreementdir. The teacher təkdədir, explain yox, explains olmalıydı. 2-də the girl təkdədir, with-in qarşısına baxdım, is verib, doğrudur. 3-də baxaq, of-un qarşısına baxırıq, ID təkdədir, niyə burada ar versin, yanlışdır. 4-də of-un qarşısına baxıram, habit təkdədir, feilin sonluğuna s verib, doğrudur. Ona görə doğru variantımız olacaq bizim 2 və 4. Y variantı. 61-ci suala baxaq. Deyir, onlar beləliklə yaxşı təmirli ikinci əl aldı. Deməli, onların yeni maşın almağa imkanları olmadı. Yeni maşını ala bilmədilər. D variantı. Məsələn, burada uşaqlar cümləmiz keçmiş zamandadır. B olmaz. C-də tulsu yoxdur. Heç ümumiyyətlə indiki zaman verməməli idi. Qaldı A-yı, təsdiqdir. Birinci inkarı qoyaq, çünki cümləmizdə 2 təsdiq var, bir dənə inkar. İnkarı birinci qoyduqda cümləmizin quruluşu tam doğru olur. 62-yə baxaq, nöqtəmizdən əvvəl cansız isim gəlib və təkdədir. A-da support yox, supports olmalıydı. B-də bağlayıcısı zəttiviçi yoxdur. Y-də birbaşa xəbər gəlib V-dən sonra olmaz. D-də isə botdan əvvəl isim gəlməz. C variantı. 63-cü suala baxaq uşaqlar. Deyir ki, onlar şəhəri tərk etdi. Nə zaman tərk etdi? What time bərabərdir when-ə. 1 götürərik 3-ü və 5-i. Y variantı. 64-cü sualda bağlayıcıdır uşaqlar. Nə deyir burada? Deyir, mən işi almadım. İkinci səhvdə deyir ki, bütün lazımi ixtisaslara malik idim. Baxmayaraq bütün lazımi ixtisaslara malik idim. 65-ci sualda 2-də bir tərəfə have verib, digəri had. Yanlışdır, indiki ilə keçmiş. 4-də bir tərəf keçmişdir, bir tərəf indikidir, yanlışdır. 1-3 A variantı. 66-cı sualda da samdan sonra isim gəlməlidir, gəlməyib. Cümləmiz inkarlıqdadır, sam olmaz. Bunların ilə çıxaq. Anydən sonra isim gəlməlidir, gəlməyib. Every-si isim gəlməlidir, gəlməyib. C variantı. 67-də uşaqlara bunun mən bir rahat yolunu demişəm ki, look-un yanında söz öngörürsüz, zərf verirsiniz. Yəni look at olsa və yaxud nəsə bir söz gəlsə, orada zərf verirsiniz. Yoxdursa, o zaman sifət olar. C-də maçdan sonra müqayisə gələr, enough isə sifət olmaz. A little-da müqayisə olar, zərf lazım deyil bura, A variantı. 8-ci suala baxaq uşaqlar. Confidence inam deməkdir. Belief verərik. 1-ə B variantı. Evidence sübut 3-ə A variantı. 1-ə B, 3-ə A, bir dənə D variantındadır. 69-da promise to-dan işlənir D variantı. 70-də bir şeyə narahat olmaq worry about-dan olur. Kimisə qayğısına qalmaq isə və yaxud nəsə bir şeyin take something, take of something-dir. Ona görə B variantı. 71-ci sualda da baxın, hər ikisində silent isim gəlib, boş qoymaq olmaz. B yanlış, Y yanlış, D yanlış. Station qarşısına ən olmazdı. Sağ itlə başlayanı ən qoyarıq. Ona görə A variantı. Bu qədər uşaqlar, uğurlar hər birinizə.